أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووليد وما ولد خلقنا الإنسان في كبد يحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا يحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشعمة عليهم نار موصدة. الله أكبر. بسم الله الرحمن الرحيم. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووليد وما ولد خلقنا الإنسان في كبد يحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين. بسم الله الرحمن الرحيم. ألف لام ميم. ذلك الكتاب لا ريب فيه هدى للمتقين
الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون آمنت نفس بما أنزل إليه من ربي والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار İnşallah mövzumuz insan həyatı ilə davam edir. Bu günləri insanlar niyə ibadətdən uzaqlaşır? Gənclər niyə ibadətdən uzaqlaşır? İbadətə gəlmək istəyən insanlar belə, görürsən insan da ibadətə gəlmək istəyir, gəlir nələrisə görür, ibadətdən uzaqlaşır. Bunlar haqqında danışacağıq. Çox zaman bu suallar ki var, bu suallara görsən sadə cavablar verilir. Bəziləri deyir ki, insandır, gəncdir, dünya sevgisinə qapalıb. Dünyaya bağlanıb ona görə ibadət eləmir. Ona görə ibadətə gəlmir. Bəziləri bu əlimizdə tutduğum telefonlar, görürsən internet, sosial şəbəkə, bunları bəhanə gətirir. Deyir, bunlar da imkan vermir ki,
Gənclər ibadət eləsin, insanlar məscidə gəlsin, ibadətə gəlsin. O da var, söz yox. Bunlar da hamısı şərtdir, amma əsas şərtlər tamam başqadır. İnşallah bu günləri istəyirəm bu məsələyə bir neçə prizmadan baxaq. Birinci, bu məsələnin cavabı dinin təqdimatındadır. Bugün dinin təqdimatında səhvlər edirik. Biz, namaz qılanlar, möminlər, yeni gəlmək istəyən, dinə gəlmək istəyən, ibadətə gəlmək istəyən insana dini səhv təqdim edirik. Və məsələ bundan başlayır. Baxın, Allahın dini gözəldir. Allahın dini kamildir. Və Allahın dini hər bir insanın fitrətinə uyğundur. Hamıya uyğundur. Problem dində deyil. Problem bilirsiniz hardadır? Birinci problem budur ki, insan ki dinə gəlmək istəyir, biz onu ilk öncə nə ilə tanış edirik? Dinin qadağaları ilə. Biri elə başlamaq istəyir ki, gəlsin İslama, namaza, dinə. Deyirik ki, bax ha, sən gəlsən namaza, bu haramdır. Bunu eləyə bilmərsən. Sən gəlsən namaza, bu olmaz. Sən gəlsən namaza, məsəl üçün, toya gedirdin də qutardı. Ora getmək olmaz. Sən gəldin namaza, daha bundan sonra bu işləri eləməməlisən. Daim ancaq qadağalardan danışırıq. Danışmalıyıq ona Allahın mərhəmətindən, Allahın necə rəhimli olmağından, Allahın necə bağışlayan olmağından, Allahın insanların səhvlərindən necə keçdiyindən, bunlardan danışmalıyıq. Danışırıq nədən? Ancaq qadağadan. O nə deyir? Deyir ki, din budur. Namaz qılsam belə olacam istəmirəm. Mənə lazım deyil. Qoy elə həyatımı yaşayayım. Mən onlara dözə bilmərəm. Həzrəti Peyğəmbərimiz insanları dinə dəvət edəndə nə edirdi? Birinci işi Allahın rəhmətini insanlara çatdırırdı. Allahın necə mehriban olduğunu insanlara çatdırırdı. Allahın necə bağışlayan olduğunu insanlara çatdırırdı. İnsanlara ki bu dini, namazı sevdirdi, Allahın rəhmətini başa saldı, hökümlər ondan sonra gəlirdi. Ondan sonra hökümləri izah edirdi, yavaş-yavaş. İnsanlara birdən-birə qadağanı deyib qorxutmaq olmaz. Qoy insanlar gəlsinlər dinə və yaxud görsən bir gənc, deyək bir 16 yaşı var, 17 yaşı var, gəlmək istəyir namaza. Bir səhvini görən kimi qınayırıq. Sən bu səhvi eləyibsən, ki, məsciddə olmaz belə şeylər. Gəlmə da məscidə, çıx get. Çıx get, getdi. Yazıq təzə-təzə addım atırdı. Bu səhvi ona başa sal ki, bu səhvdir, uşaqdır da. Ona başa sal ki, bunu belə eləməsən gözəl olar. Təbii ki, eləmirsən, Allah səni bağışlayacaq, narahat da olma. Da bundan sonra eləmə, ona dini sevdir. Yoxsa çıx get demək asandır. İnsanları dindən uzaqlaşdırmaq asandır. Deyir, yeniyetmə biri məscidə gəldi, ilk qarşılaşdığı şey sərtlik olmamalıdır. İlk qarşılaşdığı nə olmalıdır? Deyir, orada sevgi görməlidir, mərhəmət görməlidir, məhəbbət görməlidir, Allahın rəhmətini görməlidir, insanlarda xoş sima görməlidir. Birinci bunu göstərmək lazımdır. Çünki bir insan sevmədiyi yerdə qalmaz. Hansımız qalarıq ki, bir bəyənmədiyimiz, sevmədiyimiz yerdə. Dərhal oradan qaçarıq da, məscidi insanlara sevdirməliyik. Xütbə bilirsiniz nədir? Düzdür ya, insanlar dindən uzaqlaşır, dinə gəlmir. Odur, xütbənin əsas mətləbi əmr bimərufdur. İnsanları yaxşılığa dəvət etməkdir. İnsanları pislikdən çəkindirməkdir. Bu dinin vacibatıdır. Hamımızın boynunda namaz qədər vacibdir bu əməl. Xütbə bundan ibarətdir. Gələk bu işlərə diqqət eləyək. İkinci məsələ, dinlə tanışdıqda ilk öncə insana Allahın rəhmətini göstərdik. Amma bunun əvəzinə deyir, insanlar nə görür? İnsanların qəzəbini. Gəlmişdi məscidə rəhmət görsün, qəzəb gördü. Sən ona deyir, Allah sevgisini göstərməliydin, Allahın rəhmətini göstərməliydin, nə göstərdin? Gördü, sən necə də sərt insansan. Məscid cəmaatı deyə bir şey var da insanların beynində. Namaza gəlməyən, məscidə gəlməyən insan məscid cəmaatını öz beynində başqa cür formalaşdırıb. Mehriban, gözəl, imamın ardıcılığı, peyğəmbərin ardıcılığı. Gəlir, görür, bunlar nə sərt insandılar.
Başlayır, dinlə Allahı müqayisə eləmir. İnsanla dini müqayisə edir. Başa düşürsünüz? İslam dinini nə ilə görür? Sənlə, mənlə ölçür. Bizim səhtliyimizlə İslam dinini ölçür. Deyir, İslam dini budur, istəmirəm. Mənə lazım deyil belə din, belə namaz, belə məscid. Axı, mən belə fikirləşməmişdim. Mən gözləyirdim ki, deyirdilər Allah rəhimlidir. Mən gəldim o məsciddə o rəhimi görmədim. Mərhəməti görmədim. Görürsən, belə-belə bir insanı belə məsciddən uzaqlaşdırırsan. Haqq kimin boynundadır? İnsanın boynunda qalır. Sənin vəzifən onu dəvət eləməkdir, qovmaq yox. Üçüncü məsələ nədir? Deyir, dini insanlara biz necə təqdim edirik? Dini elə təqdim edirik ki, sanki din yaşlı insanların üzərində qurulub. Bu gün insanlar fikirləşir ki, dindar olmaq üçün gözlüyüm yaşlaşaram, sonra gedərəm. Hələ vaxtda var da, mənim nə yaşım var? Cavan oğlanam, indidən dindar olarlar. Qoy bir 50-ni yola verin, 60'ı yola verin, üzrüstən pensiyaya çıxım, gedərəm, dindar olaram. Bu gün insanlar bunu düşünürlər. Amma belə deyil axı. Din yaşlı insanlardan ibarət deyil. Məkkənin çətin vaxtında Peyğəmbərin ətrafına baxın, kimlər idi? Hamısı cavanlar idi. Yığışmışlar Peyğəmbərin ətrafına, Peyğəmbərin yanındaydılar. Dinə elə hünər odur ki, cavan yaşında gələsən. Ömrünün o bahar sağı var, ən gözəl vaxtında gələsən. O bəzi ləzzətlər var, onlara yox deyib gələsən. Ən gözəl vaxtıdır. Belə hallarda gəlmək lazımdır. Digər bir problem. Deyir, problem budur ki, insanlar məscidə gələndə özlərini qonaq kimi hiss edirlər. Mən həmişə, yenə elə özümüz burada, qıraq adamlar yoxdur elə, daimi məscidin üzvləridir. Mən deyirəm ki, biz bir ailəyik də, həqiqətən mən hamımızı bir ailə görürəm. Məscidə gələn insan var, özünü burada qonaq hiss eləməsin, ona hiss elətdirməyin. Ona dəyər verin, öz ailəviz kimi hiss elətdirin. O gəlsin, görsün bu məsciddə nə gözəl bu hava var. Tək bizim məsciddən söhbət etmir, ümumi hər bir məscid elə olmalıdır. Özlərini rahat hiss eləməlidir orada. Sevgi görməlidir, məhəbbət görməlidir. Vallahi billah, ondan sonra o insan məsciddən çıxmaz. Aşiq olar məscidə, Allaha, dinə və sən də burada vasitəçi olarsan. Ən böyük savabı qazanarsan. Bu məsələdə diqqətli olun. Gəlir ağır nöqtəyə. Deyir, əgər bu günləri insanlar məsciddən uzaqlaşırsa, gənclər dindən uzaqlaşırsa, birinci sualı möminlər deyir, özlərinə versinlər. Nə sualdır o? Mən görəsən dini necə təqdim elədim ki, o getdi. Məsuliyyət kimin üzərindədir? Namaz qılanın, dindarın, məscid cəmaatının. Özün özvə deyir, bu sualı ver, o sualın cavabını tap. Mən neynədim? Mən nə iş gördüm filan kəs məsciddən getdi? Onu düzəltməyə çalış. Quran-ı Kərimin ayəsinə baxın, Ali İmran surəsi 104. Deyir, aranızda xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir cəmaat olsun. Onlar əsl nicat tapanlardır. Bu Allahın əmridir. Allahın bizdən istədiyi nədir? İnsanları xeyrə dəvət elə və insanları neynə? Pislikdən uzaqlaşdır. Mənim səndən istədiyim budur. Mən sənə bunu əmr eləmişəm. Sənin vəzifən bu olsun. Başqa işlərdə işin yoxdur sənin. Sən bunun üstündə çalış, bu işi yarat. Deyir, İslamın insanı ucaldan tərəflərini göstər. İnsanlarla səmimi münasibət qur. Ayənin təfsirində yazılıb bu. Digər məsələ. Deyir, o gənclər ki var, bugünün gənclərindən danışır sonra. Büyünün gənclərinin beynində deyir, çoxlu suallar var. Həqiqətən belə deyir. Deyir, o suallara cavab verməyə çalış. Onları cavablandır. Bugünün gənci bir 50 il, 60 il bundan qabaqki gənci ilə çox-çox fərqlidir. Onların arasında çox fərq var. Onların böyüdüyü mühit bir başqaydı, indiki mühit nədir? Bir başqadır. Bugün görsən, bir saniyənin içində internet dövrü deyə, gəncin beyninə minlərlə sual gəlir. Oturur internetdə nəyisə araşdıracaq, 1000 dənə bir şeyi çıxardır ortaya qoyur. Beyində başlayır suallar yaranmağa. O suallar yaranır, sən nə edirsən? Belə bir dövrdə, əvvəlki dövrünə səhv salmış axı. Əvvəl deyirdi ki, bu sözü demə olmaz, haramdır.
Əvvəl deyəndə insanlar əməl də eləyirdi. Bu gün o dövr deyil. Onun beyni sualla doldu, sən deyirsən ki, o söz demə, haramdır. Bundan kifayətlənməz gənc. Sən onun beynindəki suala deyir, cavab verməlisən. Niyə? Bu günləri gənc nəyə oxuyur? Açır internetə ateizm oxuyur. Açır internetə nə deizm oxuyur, nə bilim materializmdir, nədir onu oxuyur. Bundan bilsən nə qədər var? Yüzlərlə oturub sayarıq. Bu günləri insanlar internetdən bunu oxuyur. Beyin sualla doludur. Səni namaz qılan bilir, İslam dininin nümayəndəsi bilir, gəlir sənin yanına sual verir. Sən də deyirsən haramdır, o sualı vermə. Sənin imanın zəifdir, belə danışmaq olmaz. Bu sözlərini onu susturmağa çalışırsan, amma eləmək olmaz. Sən onun beynindəki suallara cavab verməlisən. Nəticəsi nə olur? Gənc gəlmişdi məscidə, suala cavab tapsın. Tapa bilmədi, neynədir? Getdi internetdə araşdırdı da adlarını çəkmirəm, hamımız bilirsiniz. Gedir filan kəslərə baxdı, dedi, nə qəşəng danışır. Mən getmişdim məscidə filan kəs cavab verə bilmədi mənə. Elə bunun dediyi düzdür. Getdi yolunu azdı. Günahkar kimdir? Sən mənəm. Gəlmişdi də yanımıza. Cavab vermədi, ona qadağalar qoyduq, çıxdı, getdi, başqa cavab tapdı, yolunu azdı, getdi. Sonra deyirik, gənclər yolunu azar da. O birinci bizim yanımıza gəlmişdi. Həzrəti Peyğəmbər əxlaqda bizə nümunədir. Neynirdi? Deyir, insanlar gəlirdi onun yanına sual verməyə, oturub hamısını bir-bir dinləyirdi. Özə səbirlə dinləyirdi. Hətta deyir, ən qəribə görünən suallar var ha. Onları verirdilər Peyğəmbərə. Peyğəmbər deyir, səbirlə, təmkinlə onlara bir-bir cavab verərdi. İnsanların beynində olan sualları cavabsız qoymazdı. Deməzdi ki, bu sözü demə haramdır. Deməzdi ki, bunu demək olmaz, çıx get. Elə bir şeylər eləməzdi. Hamısına bir-bir cavab verərdi. Bugün də biz möminlərin vəzifəsi insanları susturmaq yox. Onların beynindəki suallara cavab verməkdir. Əsas məsələ. Da indi bunları eləyə bilməmişik, da çıxıb əlimizdən yenə də fürsətimiz var. Deyir, gəncləri yenidən dinə necə yaxınlaşdırmaq olar? Necə eləyək? Təzdən gətirək onları bu yana, məscidə gətirək. Deyir, bunu bugünün gəncini dinə dəvət etmək çox-çox çətindir, həqiqətən. Gələ, o qədər savadlı olasan ki, onları dinə gətirə biləsən. O qədər səbirli olasan ki, onları dinə gətirə bilərsən. Amma yazır, bu dövrdə savabı da çoxdur. Mən sizə bir hədis oxuyuram, bir-bir açıqlayır. Onları dinləyin inşallah. Birinci, deyir, gənci ki, bir namaz qılmayanı, dindar olmayanı məscidə gətirmək istəyirsən, dinə gətirmək istəyirsən, namaza gətirmək istəyirsən, deyir, ona demə ki, Allahdan qorxmaq lazımdır. Bu sözü demə. Nədir nə? Deyir, birinci iş ona Allahı sevdir. Allahın rəhmətini, mərhəmətini göstər. Bağışlamasını göstər. İkinci məsələ, deyir, onu qınama ki, sən indiyə kimi haradaydın? Sən indiyə kimi niyə namaz qılmamısan? Sən bugünə kimi niyə oruç tutmamısan? Bu sözlərlə onu qınama. Əksinə otur, deyir, ona səmimi bir söhbət elə. Dünən, bəli, elə mən də sənin kimi olmuşam, gec anlamışam, bilməmişəm. Amma gəldim dinə, gördüm ki, Allah bağışlayandır. Allah deyir ki, mən də nə zaman gəlsən səni qəbul eləyərəm. Yetər ki, mənim istədiyim sən gəl. Mənim qapım sənin üzvü açıqdır. Deyir, bu sözləri dinən ona, gözəl danış ondan. Sonra üçüncü məsələ. Deyir, onların sualları ki var, onların suallarına elmlə, məntiqlə cavab ver. Gözəl cavab ver. Dördüncü, öz əməllərimizlə onlara nümunə olaq. Öz əməllərinlə nümunə ol. Deyir, o baxacaq sənə. Sən ki, danışacaqsan, Allah rəhimlidir, hə? Namaz qılmaq lazımdır, oruç tutmaq lazımdır, nə bilim, xumus, həc, filan, sayacaqsan da ona. Bizdə var axı, sayırıq bir-bir. Deyir, bunları saydın, əməllərində deyir, göstər ki, bu işləri mən də eləyirəm. O deyir, görsə ki, sən elə deyirsən, filan şeylər vacibdir, özün əməl eləmirsən, deyir, elə bir insan heç vaxt dinə gəlməz, namaza gəlməz, Allah yoluna gəlməz. Əməllərinlə deyir, ona göstərməlisən. Digər məsələ, insanları, gəncləri namazdan, dindən uzaqlaşdıran səbəb nədir? Qəlbi öldürən işlər.
qəlbi öldürən işlər bu cür onları namazdan, dindən, İslamdan, Allahdan uzaq saxlayıb. Bu günləri cəmiyyətimizin içində görürük də, küçədə gəzirsən, görürsən sağlam, enerjili insanlar var. Biraz söhbət edirsən, görürsən yox. Bu üzdə belə görsənir. Qəlb o qəlb deyil. Görürsən ətrafında bir 15-20 nəfəri var, çəkilirsən bir danışırsan, görürsən ki, nə qədər dərdi var. Bu tənha bir insandır. Sadəcə görsən ki, ətrafı doludur. Gözəl bir söz deyir. Deyir, bu günləri gəncləri şeytan silahla öldürmür. Bilirsiniz, nə ilə öldürür? Deyir, birinci onların ümidlərini öldürür. Sonra mənəviyyatlarını öldürür. Ən sonda deyir, onların Allaha olan bağlılığını öldürür. Ondan da görsən, gənc, namaz qılmayan insan birbaşa dindən uzaqlaşır. Dinə gəlmə fikri də olmur. Görsən, insanlar bu günləri çox narahatdılar. Niyə? Buyurur, bunun açıqlaması budur ki, qəlb öz yaradanını itirəndə dünyanın heç bir neməti onu rahatlaşdıra bilmir. İndi ayə oxuyum sizə. Allah Həşr surəsinin 19-cu ayəsində buyurur. Deyir, öz Rəbbini unudanlar kimi olmayın. Allah da onlara neynir? Özlərini unutturur. Nə qəribə ayədir. İnsan Allah'ı unutsa, Allah da onun özünə özünü unutturar. Bugün baxın, gənclərimiz, insanlarımızın çoxu nə haldadır? Bilmir niyə yaşayır, bilmir hara gedir, bilmir nə işlə məşğuldur, bilmir həyatının məqsədi nədir. Elə baxırsan, hamı gəzir, fikirli, beyində o qədər fikirlər var. Niyə yaşayır, məqsəd nədir bilmir. Sonra qəlbdə deyir, bir dənə sual yananır hamıda, əksəriyyətimizdə. Deyir, mən niyə xoşbəxt deyiləm? Bunun cavabı da verilir hədislə. Çünki həmən insan ki, o sualı verir, mən niyə xoşbəxt deyiləm? Özünü elə görən insan, deyir, cavabı budur ki, çünki ruhun ehtiyaclarını həmən insan unudur. Həmən insanın qəlbi Allahdan uzaq düşür. Ona görə də narahatdır və özünün də özündən heç bir xəbəri yoxdur. Mən sizə sual verim. Dəhşət bir sualdır. Baxın, niyə İmam Hüseyin əleyhissalam Kərbalada tək qaldı? Bir dənə bu sualı verək özümüzə. Küfədə nə qədər, minlərlə insan var idi. Yox idi insan, doluydu orada insan. Minlərlə, elə yazırlar, 120 min insan imamı dəvət eləmişdi. Minlərlə insan var idi. Məgər onlar tanımırdılar ki, İmam Hüseyin Peyğəmbərin nəvəsidir? Bilmirdilər. Səndən məndən yaxşı bilirdilər. Bizdən yaxşı bilirdilər. Onlar bilmirdilər ki, Hüseyin haqdır. Vallahi bila, səndən də, məndən də yaxşı bilirdilər ki, Hüseyin haqdır. Bəs nə oldu? Niyə Peyğəmbər balasını tək qoydular? Niyə Əhl-i Beytə o qədər zülümlər elədilər? Yazır ki, onlar qəlbi ölmüşdür. Onların qəlbi ölmüşdü, ona görə Hüseyni tək qoydular. Ona görə Əhl-i Beytə o qədər zülümlər verdilər. Onlar yaxşı bilirdi o kimdir. Qəlb dünyaya bağlıydı. Bu günləri nə çox sual verirlər bizə. Elə Məhərrəm ayı daxil olan kimi verirlər. Nə deyirlər? Aktual sual nədir? Niyə yas saxlayırsınız? Niyə Məhərrəmdə toy eləmək olar? Birinci günü daxil oldu, sual budur. Şəriətdə var bəyəm, Quranda yazılıb, Peyğəmbərin hədisində var, filan. Nə qədər bu suallar? Onlar bilmir ki, Peyğəmbərin balası şəhid olub, səndən də yaxşı bilir, məndən də yaxşı bilir. Sadəcə qəlb ölüb. Bu məktəbi öldürmək istəyir. Onun öz qəlbi ölüb, o da bu məktəbi öldürmək istəyir. Başqa bir cavab yoxdur, valla. Onlar bilirlər İmam Hüseyin kimdir. Yaxşı da bilirlər. Ona görə hədis buyurur, vay olsun o günə ki, insan qəlbi ölə. Ondan sonra deyir, insan heç nə əldə edə bilməz. İmam Hüseyin əleyhissalam Aşura günü nə buyurdu? Bu günün o sualı verən insanlara veriləcək cavab deyə. Aşura günü nə dedi? Dedi, əgər dinimiz yoxdursa, heç olmasa vicdanımız olsun da. Bu gün də həmən insanlara verilən cavabdır. İnsanın vicdanı necə qəbul edirlər, Məhərrəm ayında mən toy edeyim? Necə qəbul eləmək olar? Hansı vicdan buna icazə verər? Deyir ki, o küfə cəmaatı ki var idi, gözəl sözdür, dəhşətli sözdür. Deyir, onlar qılıncla İmam Hüseyni şəhid etməzdən əvvəl günah onların öz qəlblərini öldürdü. İmamı şəhid eləyənlərin.
Və bu gün də şeytan deyir bizim gənclərimizin, namazdan uzaq olan, məsciddən uzaq olan insanların qəlblərini birdən-birə uğurlamır. Bunu bacarmır. Deyir Allahı onların həyatından çıxardır. Sonra duanı deyir onların həyatından çıxardır. Sonra namazı onlardan çıxardır. Sonra Quranı onların əlindən alır. Sonra hər şey ki getdi, qəlb boş qaldı. Şeytan neyini? Başlayır dünya sevgisi ilə o qəlbi doldurmağa. Yezidin ordusuna bir dənə fikir verin. Hamısı kafir deyildi ki. Onlar deyirdi Allah var, Allaha canım qurban. Namaz qılırdılar. Oruç tuturdular. Quran oxuyurdular. Tarix yazır da əksəriyyəti Quranı əzbər bilirdilər. Əksəriyyəti Quranı əzbər bilirdilər. Amma dünya sevgisi qəlbə elə hakim olmuş ki, Peyğəmbərin nəvəsini tanımamazlıqdan gəldilər. Tanımaq istəmədilər onu. Həzrəti Əli-Əkbər gənclikdə hər kəsə nümunə olan Kərbəlanın qəhrəmanı. Bugün görürsən dünyada gənclərə minlərlə saxta qəhrəmanı təqdim edirlər. Amma Həzrəti Əli-Əkbər kimi əsl qəhrəmanı insanlara tanıdan yoxdur bu günləri. Əli-Əkbər gənc idi. Onun da arzuları var idi, onun da istəkləri var idi, onun da xəyalları var idi. Amma onun qəlbi bu dünyaya bağlı deyildi. Onun qəlbi Allaha bağlı idi, Allahla döyünürdü. Tarixçilər bilirsən nə yazır onun haqqında? Deyir, simada, əxlaqda, danışıqda Peyğəmbərə ən çox bənzəyən Həzrəti Əli-Əkbər idi. Peyğəmbərə çox bənzəyirdi, davranışı belə Peyğəmbər kimi idi. İmam Hüseyin deyir, nə vaxt darıqsaydı Peyğəmbər üçün, nə vaxt Peyğəmbərin həsrətini çəksəydi, gəlirdi Həzrəti Əli-Əkbərə baxardı. Onun simasına baxardı. Deyir, Həzrəti Əli-Əkbərlə söhbət edərdi. İndi düşün, bir ata üçün ən qiymətli şey nədir? Onun övladı, hə? Bir ata üçün ən ağır imtihan nədir? Övladı qurban vermək. Görün, İmam Hüseyin əleyhissalam nələr çəkir. Aşuranın günü Həzrəti Əli-Əkbər gəlir atasının yanına. Atasından icazə istəyir ki, atacan, mənə icazə ver, mən gedim döyüşə. İmam Hüseyin əleyhissalam tarix yazır ki, onun gözlərinə uzun uzadı baxdı. Bu adi baxış deyildi, ha. Adi baxış deyildi. Bu son dəfə atanın öz oğluna baxışı idi. Çünki İmam Hüseyin bilirdi ki, övladına son dəfə baxır. Ata balanın ayrılıq səhnəsidir. Ayrılırlar. Deyir İmam Hüseyin əleyhissalam, Həzrəti Əli-Əkbər əleyhissalamı qucaqladı, öpdü, bağrına bastı. Deyir, heç kəs onları ayıra bilmirdi. Deyir, sonra əllərini qaldırdı Allaha. Deyir, Allahla bir münacat elədi, Allaha bir dua elədi. Dedi, ilahi, sən şahid ol. Bu qövmün üzərinə deyir, elə bir gənci göndərirəm ki, yaradılışda, əxlaqda, danışıqda sənin Peyğəmbərivə çox bənzəyir. Peyğəmbərimin oxşarını göndərirəm bu qövmün üzərinə. Deyir, Əli-Əkbər meydana yollanır. Çox şücayətli idi. Düşmən tərəfdən çox insanı cəhənnəmə vasil edir, cəhənnəmə göndərir. Düşmən bacarmır Həzrəti Əli-Əkbəri şəhid eləməyə. Yazırlar ki, da gördülər, heç nə alınmır da. Onu şəhid eləyə bilmirlər. Deyir, bir nəfər qaçır kolun dibində gizlənir. Döyüş səhnəsində. Qaçır kolun dibində gizlənir. Deyir, indi bir ox atacam. Gör necə namərddirlər, necə vicdansızdılar. Deyir, indi bir dənə ox atacam. Ox gedib dəysin Əli-Əkbərin ürəyinə, qoy Hüseynin ürəyini yandırsın. Deyir, bu cür deyirlər. Bir dənə oxu atır, o kolun dibindən dəyir Həzrəti Əli-Əkbərin ürəyinə. Həzrəti Əli-Əkbər atdan düşür yerə, atasını səsləyir ki, atacan, harayıma çat. Deyir, düşmən o qədər namərd idi, bununla da deyir, rahatlaşmadılar. Bilsən, neynədilər? Deyir, hərə əlində bir xəncər,
Ələkbəri tikə-tikə doğradılar. Əla lənətullahi ələl qavmiz zalimin. Salam olsun sana bu elden, bu bağdan Hüseyin. Ali uğandı gözümden, gözü kenar olmaz. Ali uğandı gözümden, gözüm kenar olmaz. Eğer olursa oğlum, bende ihtiyar olmaz. Farazi nizeler başım tanaba bağlı kulum, aziz oğlum, anadan bir bela kenar olmaz. Ali canım, Ali. Çok isterim ki basın yaralı başım silmem, düşmem bakır yavaş yavaş, dürgüler bana kıymeler. Sabah kenar eyleyen benden zülfün ağrıcılar, eder tecelli ruhum, Leyli şer sarmaz Ali. Dağılsa zülfü yüzünden, dağılsa zülfü yüzünden, görülse haşim kan, görünen o bu düşman, bu sadık olmaz. Anası merkini olsun Ali, anası merkini olsun Ali, sana göz duranın bileki oğlu ölen. Anaya atmaya bağımız, dağılsa zülfü yüzünden Ali, görünse haşim kan, görünen oy bu düşman zalim olmaz. Anası menkin olsun Ali, sana göz duran bilek oğlu ölen. Anaya da olmaz. Çekimli cezbe ilişkin diyar aşağıları yokum. Her yerin yaralar, gözden olmaz. Beşik bağlarını çekmeyeyim benim gözümden. Beşik bağlarını çekmeyeyim benim gözüme. Cennetin bağlarından bana danışmayın. Ay Kerbela'nı gören, ay Kerbela'nı görmeyenler Allah nasip eylesin inşallah. Gidenin bir arzusu var, gitmeyenin bir arzusu. Cennetin bağlarını çekmek benim gözüme. Cennetinden güzel Kerbelası var. Deyler her yarası gözyaşıyla bir sağlam, ama yürekte bir sağlamayan yarası var. Yüce Beyler ya Hüseyin ya Aziz Ez-Zehra. Bir de tekrar ediyorum. Beyler, her yarası gözyaşıyla tez sağlam, ama yürekte bir sağlayan yarası var. Bir nefer bir alem, alem-i rüyada yuhu
yuxuda İmam Hüseyin aleyhisselamı ziyaret eylədi. Gördü bədəni yaralı bir adamın, yaralarını görəndə deyir, yuxuda o qədri anladı. O qədər göz yaşı döydü, mən ağlayıram, görürəm adamın bədənindəki ona yaralar sanılır. Onda gördüm, bu göz yaşlar dəvadır İmam Hüseyin'in yarası. Amma ay mənim səsimi duyan qardaşlar, əminəm, ay möhürlər. Deyir bədənində İmam Hüseyin'in bütün yaraları sağaldı. Amma ürəyində bir yarası sağalmadı. Dedim ağam sen kurban bu canım, ağa bütün yaralarım sağaldı ama yüreğimdeki yara diye sağalmadı. Üzerine ya Hüseyin sesli ya çok arkadaş. İmam Hüseyin geldi yanına, dedi, baba ben de susuzam. Arkadaş, İmam Hüseyin bilim saldı babanın ağzına, dedi, baba ben senden çok susuzam. Alican, baba, ben senden çok susuzam. Arkadaşım, ayırmam bana, kurbanım. Daha bu söz yandırdı beni, eline kadar kıymedesen, hiç kime bakma, bana bak. Eline kadar kıymedesen bana, hiç kime bakma, bana bak. Ali senden sonra bana kül olsun bu dünyanın başına. Elim lay lay, babam lay lay, elim ekberim lay lay. Hanım Cenab-ı Leyla'nın inşallah dilinden okur, balasını okşama değil. Dedi o toy otağı bir meziyip, arzuna çatmamışam Ali. Ali oy bana. Eğer bu mecliste şehitler olsa beni bağışlasın. Allah Teala şehitler etmesin. Allah Teala hiç ata-anaya örnek adı göstermesin, çekindir. Dedi oğul toy otağı bir meziyip, arzuna çatmamışam. 18 yıl seni bezleyip mətlebime çatmamışam. Əmicim Ali sana toy tədarükü edip İstəyimə çatmamışam. Sana gəlin gətirib heç boynuma baxmamışam. Əlim lay lay, babam lay. Aliyyum ekberim lay. Ömrüm gülşəni sual babam lay lay. Ömrüm xəzan olan babam lay lay. Bu Kərbəla dəşti oğul gülşənə bənzər. Bu Kərbəla dəşti oğul gülşənə bənzər.
Olsun hele dünyada Ali Can bana bağlı. Alemde bilin sen güle çok, gülsene benzer ay bana, ay bana, ay bana. Bir gülsen Ali bağlı beş etli verirsen, bir çare anım koyma, avara bana dedilsin. Niye tezlettin elinden Ali, boynuna kurban olup bir de geleydin dünyaya Ali, Ali can, yaralarının kurban. Niye tezlettin elinden bu zaman çağı olur? Ahı sen yetmemişsen ay bana, 19'asan 18 yaşında şey. Niye tezlettin elimden, niye geldin gözelsen ay balam, ay balam elim ekberim balam. Ali ekber bilir kurban, mehabbetinden şahit. Sesi gelse uzun nefeste, birazdan değil ay bana. Danış tapım şefasızlığından, öpüp okanlar gözünden ay bana. Danış tapım şefasızlığından, ay bana, öpüp okanlar gözünden. Ey Ali Ekber, ey mihriban oğlum, ey Ali Ekber, ey mihriban oğlum. Leyla'nın şirin zamanı, gözleri kana batı. Lay lay balam, lay, anası gözden atan. Lay lay balam, lay, gözleri kana batan. Lay lay balam, lay, anası gözden atan. Lay lay balam, lay. Ey Ali Ekber, ey mihriban oğlum, ey Ali Ekber, ey mihriban oğlum. Leyla'nın şirin zamanı, Leyla'nın şirin zamanı, gözleri kara batan. Lay lay balam, lay, anası gözden atan. Lay lay balam, lay, gözleri kara batan. Lay lay balam, lay, anası gözden atan. Lay lay balam, lay. Leyla'nın bir şirin zamanı, ey Ali Ekber, ey mihriban oğlum.
bana bata, lay lay bana lay lay, anası gözden atan, lay lay bana lay lay, gözleri bana bata, lay lay bana lay, anası gözden atan, lay lay bana lay, bir daha, gözleri bana bata, lay lay. Ay anasın gözden atan, lay lay balam lay lay. Atşan dudağına, atşan kurban. Atşan dudağına, atşan kurban. Derdi ve kalbi bir ananın kurban. Ziba cananım, karabadım onu, kanlı canana, kananım kurban, gözleri kana bata, lay lay bana lay lay, anasın gözden atan, lay lay bana lay lay, gözleri kana bata, lay lay bana lay lay, anasın gözden atan, lay lay bana lay lay, gözleri lay lay bana lay lay bana, anasın gözden atan, lay lay bana lay lay. Aç gözlerimi, arka beni açma. Aç gözlerimi, arka beni açma. Sinemde çoğu var miskinin ekber. Aç gözlerimi, arka beni ekber. Sinemde çoğu var miskinin ekber. Neşun ehyana gelen bemenimden, Mezdun atan tek sümbülü ekber. Anası düzden adam, lay lay bana lay lay, gözleri kana bata, lay lay bana lay lay, gözleri kana bata, lay lay bana lay lay, anası gözden adam, lay lay bana lay lay, gözleri kana bata, lay lay bana, anasın gözden atan, Hasan Karabalı gözler, gözleri kana bata, lay lay bana lay lay, anasın gözden atan, Allah, faslı baharım döndü hazan oldu, faslı baharım döndü hazan oldu, gül ümidimden soldu hazan oldu, faslı baharım döndü hazan oldu, gül ümidimden soldu hazan oldu. Başına kara kasti gazasındı, arzularımda bir yalandı oldu, gözleri kana bata, lay lay bana lay lay, anası gözden adam, lay lay bana lay, eşyan gözleri gözleri kana bata, lay lay bana lay lay. Ey Ali Ekber, ey mehriban Allah. Ey Ali Ekber, ey mehriban Allah. Leyla'nın şiir zamanı, Leyla'nın şiir zamanı.
doldu şahla gözlere Allahu Ekber Xəncər vuruldu Ekber'e Allahu Ekber Xəncər vuruldu Ekber'e Allahu Ekber Başlar çalandı toprağa Ekber yıkır Asli bizi şahanşahı Mahşer yıkıldı Güçlü vücudundan kere Allahu Ekber Asli bizi şahanşahı Mahşer yıkıldı Güçlü vücudundan kere Allahu Ekber Xəncər vuruldu Ekber'e Allahu Ekber Qan doldu şahla gözlere Allahu Ekber Xəncər Səsiz şahla gözlere Allahu Ekber Bir de Xəncər vuruldu Ekber'e Allahu Ekber Məna bahari Ekber Taha başa çin Gəldi vəli yuxari Yekta başa çin Pəhluləri sınmış xanım Zəhra başa çin Qəm üzləri Peyğəmbər Allahu Ekber Özleri Peygamber Allahu Ekber Xəncər vuruldu Ekber Allahu Ekber Qan doldu şahla gözlere Allahu Ekber Bir de Xəncər Qan doldu şahla gözlere Allahu Ekber Bir de Xəncər Allahu Ekber Xəncər vuruldu Ekber'e Allahu Ekber Qan doldu şahla gözlere Allahu Ekber Kur'an farası kıymada Afgan'a geldi Birden oğullar saçları meydana geldi Etson mahabbat mucaba kurbana geldi Bahriyara peykara Allahu Ekber Bahriyara peykara Allahu Ekber Xəncər vuruldu Ekber'e Qan doldu şahla gözlere Allahu Ekber Bir de Xəncər vuruldu Ekber'e Allahu Ekber Qan doldu şahla gözlere Allahu Ekber Mazlum apazı sasladı Ekber babamdan Hatmi Resul-i Behr'de Tazer babamdan Yapma bacım saslama Ey kardeşim Gözler attı mecere Allahu Ekber Gözler attı mecere Allahu Ekber Xəncər vuruldu Ekber'e Allahu Ekber Qan
Allahu Ekber. Satma yetişir anlara. Allahu Ekber. Hancar vuruldu Ekber'e. Allahu Ekber. Kondu düşer o gözlere. Allahu Ekber. Hancar vuruldu Ekber'e. Allahu Ekber. Kur'an fedası Kheyber'e Afgan'a geldi. Birden oğulday sesleri meydana geldi. Birden oğulday sesleri meydana geldi. Etsin mehabbet mucaba Kur'an'a geldi. Bahtiyar peykere Allahu Ekber. Bahtiyar peykere Allahu Ekber. Hancar kondu düşer o gözlere. Allahu Ekber. Yallah. Gözlere. Allahu Ekber. Hancar vuruldu Ekber'e. Allahu Ekber. Kondu düşer o gözlere. Allahu Ekber. Allah Allah. Bu Hüseyin kimdir bela şahlı gelir. Bakım Allah sözüne aleme sultanlık gelir. Allah Allah. Bu Hüseyin kimdir bela şahlı gelir. Bakım Allah sözüne aleme sultanlık gelir. Aleme sultan Abi Abdillah. Can sana kurban Abi Abdillah. Ya aleme Allah Allah. Bu Hüseyin kimdi bela şanlı gelir. Bakıp Allah sözüne aleme sultanlı gelir. Allah Allah. Bu Hüseyin kimdi bela şanlı gelir. Bakıp Allah sözüne aleme sultanlı gelir. Aleme sultan Abi Abdillah. Can sana kurban aleme sultan can sana kurban. Allah. Bu Hüseyin kimdi ki gün tek dolanıp bakmayacak. Haşrete yüzünde dikara alemin bakmayacak. Bu Hüseyin kimdi ki eş ehline peygamberdi. Ele rahmerdi ki serdizen ona memberdi. Aleme sultan Eşkine can sana kurban. Aleme sultan can sana kurban. Allah Allah. Bu Hüseyin kimdi bela şanlı gelir. Bakıp Allah sözüne ağlama sultanlı gelir. Allah Allah. Bu Hüseyin kimdi bela şanlı gelir. Bakıp Allah sözüne ağlama sultanlı gelir. Ağlama sultan can sana kurban. Aleme sultan can sana kurban. Yallah. Bu Hüseyin kimdi ki nefendi vurun katiline. Neçe yıl her neyini basın eledi sahibine. Bu
Sen kimdi ki şafağın tacına layık olup eşki halk eyliye Allah'tan ona aşık olup aleme sultan Ebi Abdillah can sana kurban aleme sultan can sana kurban Ebi Abdillah Sestir Hüseyin vay göyde melekler Kanadıdır bu ay yürekler Sestir Hüseyin vay göyde melekler Kanadıdır bu ay yürekler Abi Abdillah Sarallah, Abi Abdillah, sarallah. Derdi olanlar dermana gelsin. Eşki Hüseyin'e divana gelsin. Derdi olanlar dermana gelsin. Eşki Hüseyin'e divana gelsin. Abi Abdillah Hüseyin vay göyde melekler Kana dönürdür bu ay yürekler Sestir Hüseyin vay göyde melekler Kana dönürdür bu ay yürekler Abi Abdillah
Abdillah, Abi Abdillah, Sarallah. Şakir şömrü bedaktar, odam şana qatari. Şakir şömrü bedaktar, odam şana qatari. Elinden ussaranım, gedib sabr qarari. Medet ya Ali sende, medet ya Ali sende, Əvüzlə ətəyində mədən ya, gözüm Zeynəb axır mədən, bugün də tünəlində mədən, mədən ya əli səndə, tütür yüzünə cəfən ki, buradan Zeynəb inal, tütür yüzünə cəfən ki, buradan Zeynəb inal, final etdi baba. Medet ya Ali sende, Əvüzlə ətəyində, gözün Zeynəb axır, bugün də tütəlində, tütür yüzünə cəfən ki, odam Zeynəb inal, tütür yüzünə cəfən ki, odam Zeynəb inal, hitap etdi babana, olun qəbrimi qurma, kəcama yerinə gör, olun nafiyə quruyan, mədən ya Ali səndə, mədən ya Ali səndə, gözün Zeynəb axır, bugün də tütəlində, Allah'u rəva görmə bu zulmü, edən bizlərə qoppa, rəva görmə bu zulmü, edən bizlərə qoppa, gedib şövkətin əldən, bizə yoxdur havada, ölüb qalsın əkbər, baxıb qanı ələmdən, mədən ya Ali səndə, gözün Zeynəb axır, mədən ya Ali səndə, əlimdən usaranın, gedib səbru qərarın, yallan töküb hər yana Zeynəb, töküb gözləri qan yaş, dedi harda qalıbsan, kömək vaxt dedi qardaş, qara başıma saldın, qarağımda Hüseyin daş, qarari bacımın gör, gelir Kufə səyari, mədən ya Ali səndə, mədən ya Ali səndə, mədən ya Ali səndə, gözün Zeynəb axır, bugün də tütəlimdən, mədən ya Ali səndə, Hüseyin bağcılarım bəs, nədən olmadı sənsiz, Hüseyin bağcılarım bəs, nədən olmadı sənsiz, sədadan qori yerdən, qalıb sidrik kəfənsiz, Hüseyin bağcılarım bəs, nədən olmadı sənsiz, cənazəm quru yerdə, qalıb sidrik kəfənsiz, susuz kəsdilər başı, qərib eldə vətənsiz, elə məhşərə bənzər, bugün Kufə diyarı, mədən ya Ali səndə, mədən ya Ali səndə, bugün də tütəlində, mədən ya Ali səndə, gözün Zeynəb axır, taze gülüm vərəqlərimdi, boşluğatini xəsməlimdi, Kərbəlayı. Taze gülüm vərəqlərimdi, boşluğatini xəsməlimdi, var ilaha şahid ölsəm, əkbərimə nələr gəlirdi, heykərimə nələr gəlirdi. Ay ədəb
meşinəti xəstəyirdi. Arılaha şahid ölsəm, Əkbərimə nələr gəlirdi, Peykərinə nələr gəlirdi. Ay ədəmli bala Əkbərim, Əkbərim nəfəsim dilbərim, gəlmirin diniyə dizlərim, gəlmirin diniyə dizlərim, Can Əkbərim, Can